Eləmə. Stəkan qırasa artıq bu qırıldı. Qırılan stəkanı nə eləmək olur? Artıq pullamaq lazımdır. Amma Teymur Ustura yeni bir işıqlı kley gəlib. Bu kleyin işığı var. Yəni yapışqanın işığı var. Bu gün mən bunu test edəcəm. Yəni bu kleyin işığı nə işə yarayır? Çox maraqlıdır. Evdə altı qopmuş böyük vazalar, böyük qabların hər birinin altını sürətli şəkildə yapışdıracaq. İşıq da ondan ötürü yapışma zamanını daha da sürətləndirir. Yəni işığa tutursan, işıq onun yapışmağını daha da sürətli eləyir, tez yapışır. Ümumiyyətlə Teymur Ustura mağazasında bu kley seçimi həddindən artıq çoxdur. Ayaqqabı kley var, plasmas kley var, dəmir kley var, universal. Yəni bu kleylər şüşə kleydə bax gördüyünüz kimi indirək test etdim. İki tərəfli skoçlardır, yapışqanlar. Bax bu da nəticəsi. Hələ görmələ. Hal-hazırda videoda gördüyünüz bax bu kleyin qiyməti 3 manat yox 2 manata endirimdədir. Gördüyünüz kimi kleylər var. 1 manata, 1.50. Ən bahalısı elə budur. Bax bu da qiyməti 3 manat. Ünvanımız Əhmədlidə yerləşir. Seyid Əzim Şirvani 21. Video maraqlı gəldisə bəyənək, takip olaq. Sağ olun dostlar.